Tomatonun ismi hamam sandığıdır, hamam qabı. O zamanlar bayanlar hamama getdiyində onların içinə ən qiymətli aksesuarlarını yığardılar. Altınlarını, gümüşlərini, bakırlarını və s. Bu tarafda isə yuxarı cərgədə Rusiyanın Moskva şəhərində istehsal olunmuş Farfor Fayans zavodunun qabları, yuxarıdakı qablar. Dansa baxdınızmı? Burası bizim aynalı salonumuzdur. Aynalar bu salonu daha büyük ve daha güzelleştirmek içindir. Burası ise bizim Cumhuriyet salonumuzdur. 1918-ci ildə Osmanlı İmperiyasının hərbi naziri Ənvər Paşa və onun qardaşı Nuri Paşanın yardımı ilə Bakı Rus İmperiyasından və erməni işğalçılarından azad edilmişdi. Bundan sonra isə 28 may 1918-ci ildə ilk Azərbaycan Cümhuriyyətinin təməli qurulmuşdu. Azərbaycan ilk qurucuları Fətəli-xan Xoyski, Əli Mərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli və Həsən bəy Ağayev. Azərbaycanın ilk Cumhurbaşqanı Məhəmməd Əmin Rəsulzadə, onun solunda sağında isə onun yardımcıları, ilk parlament üzvləri. Bu sənəd isə 1918-ci ilin 27 Haziran'da imzalanmışdı. Türkçənin dövlət dili olmaması haqqında bir sənəd. Bu gördüyümüz isə Azərbaycanın ilk xəritəsi. Bu xəritə 1918-ci ildə Fransada Paris konferansında təsdiqlənmişdi. Biz isə parlament odasına geçirik. Buyurun. Burası isə bizim parlament odamızdır. Gördüyümüz kimi bu oda o zamanların dövlət məişəli tədbirləri üçün olan otaqları kimi düzəlmişdi. Solda bir xalı, xalın üzərində isə silah. Millət arasında ona dəyan doldurum söyləyirdilər. Yəni bəklə doldurum. Bu tarafda o zamanların dəyərli sənədləri. Biraz öncə gördüyümüz Azərbaycanın ilk xəritəsi. Bu Bakü, biz burada yerləşirik. Azərbaycan, Naxçıvan və Zəngəzur dəhlizi. İstiqlal Bəyannamə Əqnaməsi 28 may 1918-ci il. Bu isə digər xəritə. Bu qısımda Azərbaycan ilk milli marşını, dövlət simvolu, gerbi və biraz öncə gördüyümüz Türkçənin dövlət dili olması haqqında sənədin digər kopyası. Bura isə Türkiyə və Azərbaycan gülşəsi, bir millət, iki dövlət gülşəsi. 1918-ci ildə olduğu kimi 2020-ci ildə 2-ci Qarabağ müharibəsində Türkiyə Azərbaycana həm mənəvi, həm fiziki yardım göstərmişdi. Biz bu yardımın heç bir an unuda bilmərik. Sol qısımda Azərbaycanın əskər və zabit heyəti, yanlarında isə Nuri Paşa və Ənvər Paşa. Bu qısımda isə Azərbaycan milli lideri Heydər Əliyev, Azərbaycandakı prezidenti İlham Əliyev və Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan. Azərbaycan və Türkiyənin bayrağı isə mütləq burada olmalıdır. Bu qısımda isə parlamentin ilk görüşlərini görə bilərik. Parlament ilk olaraq 1918-ci ildə yaranmış və 20-ci ilə qədər, yəni ki 23 ay sürmüşdü. Şərqdə ilk müsəlman dili dövlət biz olmuşuq. İlk olaraq bizim ölkəmizdə bayanlar səs vermə hüququ almışlar. Digər qısımda isə Azərbaycanın keçmiş hərbi naziri Səməd bəy Mehmandarov və Osmanlı İmperiyasının keçmiş hərbi naziri Ənvər Paşa. Biz isə davam edirik. Buyurun. Burası isə bizim dəmirci gülşəmizdir. Gördüyümüz bu alətlərin yardımı ilə dəmirlərə fərqli formalar verirdilər. Səhənglər, yəni güyümlər, ulaq başından, çeşmədən su gətirirdilər. Qazanlar, məhz onların yardımı ilə fərqli cür yeməklər pişirirdilər. Ocağı yandırıb, üzərində 2 dənə daş qoyardılar və belə bir qazanların yardımı ilə gözəl və dadlı bir yeməklər ərsə gələrdi.
Bu gördüyümüz isə satırlar. Şunlar. Onların içində isə süd və yoğurt saxlayardılar. Bu gördüyümüz gülşə duluzçuluq sənəti ilə bağlıdır. Duluzçuluq Azərbaycanın digər qədim və ən məşhur sənətlərindən biri olmuşdu. Küplərin içində süd, yağ, ət kimi məlumatlar saxlayardılar. Bu məkan isə Şirvanşah Muzey restoranının ən böyük salonu, xan salonudur. Qəlbindəki incilərinin, yaşam olan illərinin, inan ki hər yaşın öz gözəlliyi var. Düşünürəm ki, sizdə sual yaranır. Bu bina eski binadır. Bəs yıllar öncə burada nə olmuşdu? Bu sualınızı mən burada cavablandıracağım. Bu bina ilk olaraq 19-cu əsrin ikinci yarısında Şərq Hamam üslubunda inşa edilmişdi. Daha sonra isə mebel salonu, market və 2006-dan 13-cü illara kadar olan restaurasyondan sonra artıq Şirvanşah Muzey restoranı kimi fəaliyyət göstərir. Bu divarlar əvvəlcədən yıllar öncə, yəni ilk tikilişdə abşeron daşından tikilmiş. Kalınlığı isə 1 metrdən də fazladır. Salonun ismi Muğam, milli şarkımıza əsr olunmuş. Gördüyümüz bu alətlərin yardımı ilə qaval, tar və kamança, muğam ifası oxunur. Və muğam ifasını oxumaq üçün həm səs, həm də ki, dinləmə qabiliyyəti lazımdır. Çünki muğam tam olaraq mikrofonsuz oxunur. Bu salonda xüsusi bir akustika var. Məhz onun yardımı ilə hər bir tərəfdə eləşib muğam ifasını dinləyə bilərsiniz. Ses her yere gidiyor yani. Evet, bu salonun hər bir tərəfinə yayılır. Çünki burasının divarların xüsusi bir tikilişi var, belə deyək. Buyurun, davam edək. Burada İzmir maçı. İzmirdən misiniz? Yok. Van'dan geliyoruz ama Denizliliyim. Denizli'yi biliyorsan Pamukkale. Nə gözəl. Pamukkale'ni biliyorum. Biliyorsun. Biliyorum. Aslen oralıyız. Aa, nə gözəl. Bakıya ilk gəlişiniz mi? Efendim? Bakıya ilk gəlişiniz mi? Evet iyi. Nə gözəl. Hər bir an sizləri Azərbaycanda, Bakıda, Şirvanşah Muzey restoranında görməyə çox şad olarıq. Davam edirik. Solda isə o zaman eski bir pazarı, məhz baqqal pazarı təsvir olunmuşdu. Bak və anlamına gələrdi. Şirniyyatlar, meyvələr, ləbləbilər, demək olar ki, hər bir şey satışda olardı. Bu gördüyümüz uzun şəkər, ismi kəllə şəkərdir. Kəllə qənd. Azərbaycanda düyün zamanı bir dənə kəllə qənd gətirirlər və evdə ilk çocuk kanadır olanda bu şəkəri küçüldü, arkadaşlara və akrabalara paylayarlar ki, həyatları bu şəkər kimi şirin olsun. Elma və biraz öncə gördüyümüz nabat şəkəri, kristal şəkər. Sağda isə bu gördüyümüz qapıların 200-dən çox yaşı var. Azərbaycanın eski şəhərlərindən biri Ardabildəndir. Geçmişdən bir erkək kendisinə naməhrəm olan bayanı görə bilməzdi. Evə misafir gəldiyində qapını döyən erkək misafir olsaydısa, bu gördüyümüz taqqıl babidən istifadə edərdi. Lakin evə gələn misafir bayan olsaydısa, tamamilə doğru. Biri incə, digəri isə küt bir səs verir, kar bir səs. Artıq bu səslərin yardımı ilə qapıya evin erkəyi və yaxud bayanın çıxmalı olduğunu anlayardılar. Gördüyümüz medalyonlar evi gözdən və nəzərdən qoruyardı. Atnalısı isə evə şans gətirərdi. Kırmızılara inanıyorlar. O zaman çox inanırdılar. Bu qısımda isə o zamanların stand afişalarını görə bilərik. Leyla və Məcnun, Arşın Malalan, Vostochny konsert və s. Leyla və Məcnun şərqdə ilk müsəlman dilində olan opera olmuşdu. İlk versiyasını Məhəmməd Füzuli, daha sonra isə 1907-ci ildə Üzeyir Hacıbəyli onun əsasında onu artıq teatrda nümayiş etdirmişdi, poema kimi. Bu gördüyümüz eksponatın ismi Sərpuş. Məhz onun yardımı ilə yemək daha uzun müddət sıcaq qalardı. Aftafələyən hər bir evin girişində bir dənə olardı. Evet, yeməkdən öncə və sonra əlləri yıkamaq üçün. Bu məkanda isə turumuz sona çatır. Bilirəm, hər bir şeyi bəyəndiniz. Hər bir an sizləri Azərbaycanda, Bakıda, Şirvanşah Muzey restoranında görməyə çox şad olarıq.
İyi akşamlar.